Bildiyimə görə ögey ana ilə böyümüsünüz. Bəli. Biraz o təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Atam müharibəyə getdi. Atam gedəndə böyük bacım idi qalan. Biz də 3 qardaş idik, hamımız kiçik. Atam qayıdandan sonra müharibədən sağ-salamat qayıtdı, Allah'a şükür. Qayıdandan sonra Stalinin bir əmri çıxdı ki, Türkmenistan'da neft dağılan yerdə neft çıxır. Kişilər ora getsinlər. Atam gedəndə anam artıq dözmədi. Ki, bu qədər 5 il uşaqlardan tək qalıb, indi atam gəlib, təzdən gedir ora. Anam dünyasını dəyişdi, biz qaldıq. Atadan yetim qalmaq o qədər çətin olmur deyirlər. Anadan yetim. Ancaq anadan qalmaq, yetim qalmaq biraz çətin olur. Bəxtim orada gətirdi ki, atam qayıdandan sonra Neptağdan qayıtdı 51-ci ildə. O qayıdandan sonra getdi onu müharibə vaxtı bir qadın xilas eləmişdi. Getdi Rusiyada onu gətirdi. İndi mən hər şey açıb demirəm, o niyə bunu elədi? O da var. Və mən deyim ki, çox qəribə bir şey ki, o xalq arasında deyilən ki, bir yandan bağlayan fələk bir yandan açır, o mənim həyatımda baş verdi. Anam rəhmətə getdi, ancaq evimizə qadın gəldi, Rus. Və mən Rus dilini uşaqdan öyrənməyə başladım, uşaqlıqdan.